Korinflərə 1-ci məktub. 5-ci fəsil. İmanlılar arasındakı əxlaqsızlıq. Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir. Sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil. Siz hələ lovğa-lovğa danışırsınız. Bunun əvəzinə yas tutmalıydınız. Belə əməlin sahibi aranızdan qovulmalıdır. Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam. Siz Rəbbimiz İsa'nın adı ilə toplaşanda, mən ruhən Rəbbimiz İsa'nın qüdrəti ilə aranızda olanda, həmin adamı şeytana təslim eləyin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun. Sizin öyünməyiniz yaxşı deyil. Məyər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə deyil, səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram eləyək. Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq eləyənlərlə ünsiyyətdə olmamağı yazmışdım. Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk eləməyə məcbur olardınız. Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq eləyənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə yeməyin. Çünki cəmiyyətdən kənardakıları mühakimə eləməyə mənim nə ixtiyarım var? Məyər sizin mühakimə eləməli olduqlarınız cəmiyyətdəkilər deyilmi? Cəmiyyətdən kənardakıları Allah mühakimə eləyəcək. Sizsə öz aranızdan pis adamı atın.